yetimlərin, cömərtlərin imamı, həlim olanların imamı, yumşaq huylu olanların imamı indi bəlkə 100-cü dəfə idi zəhərlənmişdi. Bu dəfə Mədinədə, bu dəfə qan qusur. Əslində hər zəhərləndiyində Rəsulullahın yanına gedər, babasının məzarına uzun-uzun dua edərdi, söhbət edərdi. Sonra deyərdi ki, babam deyərdi. Hətta bəzən Rəsulullaha anamın atası deyərdi. Məni zəhərlədilər deyərdi. Qalxarkən düzəlib rahatlanıb qalxardı. Qusarkən son səfərində ağzından ət parçası çıxacaq. Ona baxıb təbib deyəcəkdir. Ciyəri parçalanmışdır. Son zəhər Həzrəti Həsənin iç orqanlarını paramparça edəcəkdir. Paramparça. Qardaşı Hüseyin deyirdi. Sənə bunu kim etdi? Allahın eşqinə de. Deyirdi ki, vallah adını demərəm. Halbuki xanımı cadə edirdi bunları. Arvadı olan xanım. Allanmış. İmam belə deyərdi. Qatilsə zatən cəzasını çəkəcək. Yox, qatil deyilsə, dediyimiz deyilsə, zülm etmiş olursunuz. Mən zülmə razı olmaram. Son gün ağırlaşdı. Vəziyyəti o dərəcədə ağırlaşdı ki, bir ara dedi. Məni bağçaya çıxarın. Nəfəs ala bilmirdi. Onu bağçaya çıxardılar. Əllərini səmaya qaldırdı, belə dedi. Ya Rəbbi, bu adamın canını alsan artıq. Bu adam dayana bilmir ağrılara. Bu adamı alsan artıq. Dostlarından heç kim onu tərk etmirdi. Həmişə onun yanında idilər. Mərhəmət dəryası Muhammed Mustafa'nın nəvəsi Həsən birdən bir yuxu gördü. Diksindi, yatağından qardaşı Hüseyin yanına gəlincə, nə oldu qardaş, yuxunda nə gördün? Deyincə, Həzrət Həsən, qardaş, yuxumda gəlib bir şey gördüm. Alnıma İxlas surəsi yazılmışdı. Qul huvəllahu əhəd. İmamın gözlərində nəm vardı, qəlbində hüzün vardı, vücudunda ağrı vardı. Dərin bir inilti eşitdilər. Onda dedilər, ağrıyırsanmı? Dedi, bütün vücudum. Sonra qardaşı Hüseynə dedi, indiyə qədər belə mən ağrı hiss etməmişdim, qardaş. Bunun üzərinə Həzrət Hüseyn dedi, üzülmə, atama qovuşacaqsan. Bax, Rəsulullah səni gözləyir. Bax, atam Əli səni gözləyir. Anam Fatimə gözləyir, nənəm Xəticə gözləyir. Əmim Cəfər orada, Həmzə orada. Bibilərin Rüqəyyə orada, Ümmü Gülsüm orada, Zeynəb orada. Onlara qovuşacaqsan, bəlkə bizdən öncə. İmam Həsən dərin bir oh çəkdi. Doğru deyirsən. Onları görmə imkanım olacaq. Axşam çağı uzun göz yaşı tökdü. Həzrət Hüseyin, qardaş, bir ağrın varmı? İmam Həsən dedi, çox. Həzrət Hüseyin dedi, təbib gətirsəkmi yenə də? İmam Həsən buyurdu, bu dəfə göz yaşım təbibdə deyil. Ağrıda deyil. Çətin bir yolculuğa çıxıram. Əziyyətli bir çıxış var. Ölüncə məni babamın yanına gömərsinizmi? Sonra belə buyurdu. Əgər babamın yanına gömdürməzlərsə, məni anamın yanına gömün. Mədinə məzarlığına. Babasını istəyirdi. Rəsulullahın başı tərəfində gömülməsini istəyirdi. Sonra əlin qaldırdı. Ya Rəbb, bu qürbətə çıxan adama yardım et. Bu adamı yanına al. Ya Rəbb. Sonra belə dedi.
Məzarda məni yalnız buraxma ya Rəbb, bu adama yardım et. Hicrətin 50-ci il idi. Çox uzun yaşamadı, amma kişi kimi yaşadı. Şərəfli yaşadı, amma qısa yaşadı. Üzündə təbəssüm vardı. Onu yuyurdular. Mərvandan izin istəyirdilər, amma heyhat. Mərvan bütün qapıları bağlayırdı. Gömülənməz oraya, deyirdi. Qılınclar çəkiləcəkdi Mədinədə. Həzrət Hüseyn məcburla da olsa qardaşımı babamın məzarının yanında gömdürəcəm, deyirdi. Qəbirlər qazdırırdı orada. Həzrət Hüseynin xasiyyətində boyun əyməmək vardı. Zalimlərə baş qaldırmaq vardı. Qiyam vardı. Həzrət Hüseynin xarakterində, huyunda, xasiyyətində, duruşunda, baxışında, imanında, əsalətində qılınclar çəkiləcəkdi Mədinədə, ta ki qan töküləcəkdi. Səhabələrin yaşlıları araya girəcək və Hüseyn nə deyəcəkdilər ki, qardaşın Həsənin son sözünü unutmasın. Əlindən qılıncı düşdü yerə. Ağlayaraq qardaşı Həsənin tabutuna sarıldı. Qardaş dedi, qardaş, kaş ki atam əli burada olardı. Bir vaxtlar iliklərinə kimi atamız qarşısında titrəyənlər indi həm səni öldürdülər, həm də izin vermirlər. Həzrəti İmam Həsən əleyhissalamı gömdülər Bəqi qəbristanlığına. Ələ lənətullahi və ələ qavməz zalimin.